İndi sizə 4-5 dəqiqəyə ingilis dilində minimum 5 söz öyrənəcəyiniz bir yöntəm deyəcəm. Deməli, birinci addım moodunuzu təyin eləməkdir. Bugün necə hiss edirsiniz? Kədərli, əyləncəli, gəzməyə getmək istəyən biri kimi, yoxsa evdə oturub ağlamaq istəyən biri kimi? Bunu təyin elədik. Ondan sonra isə buna uyğun mahnı seçmək lazımdır. İlk addım üçün mən sizə kömək eləyə bilərəm. Şərhlərə moodunuzu yazın və ona uyğun sizə mahnı deyəcəm. İngilis dilində əlbəttə ki. Üçüncü adımda o mahnıya qulaq asırıq. Heç nə düşünmədən, sadəcə melodiyasına, bitinə filan fikir verərək, bəzi sözlərdə həmçinin. Dördüncü addım isə tərcümə ilə bir yerdə həmin o mahnının liriksinə baxmaqdır, yəni sözlərinə. Baxırıq, tərcüməsini oxuyuruq, mahnı nə haqdadır, sizə necə hiss elətdirir, sizin beyninizdə hansı hadisələrlə o sözlər bağlanır. Bunun hamısını analiz edirik. Mahnıda paraleldə zaten naushnikdə və yaxud da nə bilim telefonda gedir. Baxandan sonra isə sizə ən çox təsir edən 2-3 cümləni seçirsiniz və o cümlələri oxumağa çalışırsınız. İngilis dilində onu zaten dinləyirsiniz deyə necə tələffüz olduğunu bilirsiniz. Yazılışına baxırsınız paraleldə o tekst olan yerdə, dinləyirsiniz, başa düşürsünüz. Və həmin sözlər əmin eləyim ki, sizi çox uzun müddət ağlınızda qalacaq. Hamısı 100% ki yox, amma minimum 5 söz sizin beyninizə yeridiləcək. Nəyə görə? Çünki bu sadəcə, window, mən bu sözü öyrənim, əzbərliyim deyil. Bu sözlər sizin, necə deyim, hisslərinizlə, ruhunuzla bağlanacaq. Mən sizə özümdən nümunə gətirim. Mən ingilis dilini uşaqlıqdan mahnılara qulaq asaraq öyrənmişəm, tam olaraq bu yöntəmlə. Amma onda ingilis dili öyrənmək məqsədim yox idi. Sadəcə Selena Gomez'i çox sevirdim və onun mahnılarını nə haqda oxuduğunu da doğrusu başa düşmək istəyirdim. Onun bir mahnısı var, hamımız eşitmişik, Love You Like a Love Song. Və oradakı əsas öyrəndiyim şey nədir? Like sözünün iki mənası olduğunu, bir like, mən səni sevirəm, mən səndən xoşlanıram. Bir də like kimi. Like a love song. Məsələn, present perfect. Bunu da mahnıda daha yaxşı anlamışam. Mahnıda hansı sətirdə eşidərək. Nəysə, indi siz mənə moodunuzu yazın. Mən sizə uyğun mahnı seçəcəm və ona qulaq asaraq öyrənək dili. Dərslərimə də yazıla bilərsiniz.